Mən heç acı suyun almadan da pişirirəm. Heç bir acılığı da yoxdur. Şəkərin bol elə gül mürəbbəsi kimi pişir. 3 stəkan eləyəcəm elə bunu. 2 stəkan. İndi bunu fidan deyən fasonu da pişirək görək. Qəşəng limon duzu ilə çıxartmışam. Və acı olmur axı, bir belə pişmişəm, bax. Heç bir acılığı yoxdur. Sən şəkərin çox döy. Gül mürəbbəsi kimi pişir. Mən 1 stəkan gülə basa-basa, bax, belə doldururam. 1 stəkan gülə, 1 stəkan şəkər, 1 stəkanın baş aşağı su tökürəm. Mən stəkanla pişirirəm. Sizi bilmirəm. Siz də internetdən götürün. Getdin tapdın o gülü.